Salam, bugün kökün növləri haqqında məlumat verəcəm. Kökün 3 növü var: əsas kök, əlavə kök və yan köklər. Əsas kök düşeym kökçüyündən inkişaf edir. Toxumla çoxalan bitkilərdə əmələ gəlir. Əlavə köklər isə gövdə və yarpaqdan çıxan köklərdir. Yan köklər isə həm əsas kökdən, həm əlavə, həm də yan kökün özündən inkişaf edən köklərə yan köklər deyilir. Bəzən testlərdə belə bir sual düşür ki, gövdədən çıxan və gövdəyə birləşən köklər. Biz dedik ki, gövdədən çıxan kök əlavə kök oldu. Lakin gövdəyə birləşən kök isə, bax buradan yuxarıya gövdəsidir. Gövdəyə birləşən kök isə əsas kök və əlavə kök sayılır. Deməli, gəlin ümumiləşdirək. Gövdədən çıxan köklər əlavə köklərdir. Gövdəyə birləşən köklər isə əsas və əlavə köklər sayılır. Belə bir sualda düşür ki, kökdən çıxan kök bəs nə hansı kökdür? Kökdən çıxan kök yan köklərdir.